Bax, Qurana and olsun. Bax, mənim gizli mesin yoxdur. Əgər mənim ailəmsə hamısını bilməlidir. Qulaq as. Olsun da. Qulaq as. Ha. Mən dedim, məni sevən insan mənim yanımda olar. Bir kəlmə. İstəyirsən məni dedim. Bax, bir gecə mən İsmail Estela'ya getmişdim, Allah hamd olsun. Orada gördüm, direktimə yazdı. Dedim, istəyirsən məni? Dedi, hə. Dedi, amma mənim başıma belə bir hadisə gəlib. Dedim, nə olsun ki, hadisədə insanın başına hər şey gəlir. And ol Allah. Dedim, istəyirsən dedi. Dedim, mən İsmaildən Bakıya gəlib çatana qədər sən də orayla çıxıb düz çatsan Bakıya. Mən gəldim, çatdım, Quran olsun. Bilirsən gələm ki, hardasan dedi, yoldayım, gəlirəm. Bu qız İsmaillidadır. İsmailli Yox. Yox. Ha. İsmaildən deyil. Ha. Şeydəndir. Deyim. Bərdəlidir. Bərdəlidir. Bu mənim yerimdir ki. Ekranı bəyənin dostlar. Ha, eşsən məni. Çıxar biri sənə elə dəstək olar ki, bu ailəndən elə bir həyatın olar. Düşmənlərin Mən heç istəmirəm. Bir dənə bağ evi ola, bir dənə ev ola. Gedəm oranın axranlığını eləyəm, bir dənə otaq verə bizə. Vəssalam. Qalaq ol. Ay sağ ol. Ha, Yerəm şu, tezdən yerəm, axşam gəlirəm. Sən məni, yanında 1000 nəfər var, 1000 nəfər də məndə var. Buradan səslən də bağı olanlara. Bax, deyirəm, 1700 nəfər var məndə. Kimin əgər elə bir dəstək olmaq istəyirsə, o barədə dəstək olsun mənə. Qalmağa yer verirsə. Bəli, bir dəfə yazmışdır, Quran haqqı mənə ki, Xoca səndə ev var. Evə nəzər, evində içi doldu, gir yaşa deyir. Bir xanım yazmışdı. Banu, vallah bilmirəm, Banu, qadan alaram. Mənim də başım ucu. Sən deyir, 100 mən verəcəm. Boşanana qədər Tamam, məsələn, mən kartımı yerləşdirərəm bura, problem yoxdur. Boşanandan Bioya yazacam, bioya. Bioda qeyd edəcəm. Allah köməyiniz olsun, Allah ürəyicə görə versin, nə deyim. Allah cibinizi dolu eləsin. Yəni, baxın ki, mən həmişə deyirdim ki, mən aslanam, mənim sözüm sözdür. Mən sözümü dedimsə eləyəcəm. Oysa bir dəfə, bir sən cəmaat mənə niyə inanmadı, boşanana qədər. Çünki mən bir dəfə efirdə dedim ki, nöqtə, ondan sonra mən onu bağışladım, bildin necə? Ona görə heç kəsin inamı qalmadı. Amma mən dedimsə, bitdi. Yəni, mənim xasiyyətimi, ya bunlar hepsi mənə nə qədər səhv verir. Çox sağ ol Həsən. Ay Qurt Cəbir, təşəkkür edirəm, çox sağ ol. Bilirəm. Ay, mən özüm görmürdüm. Sən Acunla ayrılanda, məsələn, kimləsə telefonda yazışırdın. Xaçmazlı xanım ev verirdi. Bax, burada yazdı, düz deyil, Xaçmazdan idi. 13 dənə gül, dostlar. 13 dənə gül. 13 dənə gül. Ekranı bəyənin dostlar. 13 dənə gül atın bir dənə. 13 dənə gül lazımdır. Bir dənə Novxanıda olsa olar. Fərqi yoxdur, bağ evi olsun. Harada olur olsun. Qurt Cəbrayil, 13 dənə gül. İzzət, 13 dənə gül. Yəni mənim imkanım yoxdur. Biraz kiradan canımı qutarım. Kiraya verməyim ev. O kiraya verdiyimi yığım, özümə bir gün ağlayayım. Valla, beni sev də olar. Beni sev də ata bilərsiniz. Beni sev atana takip atıram bu arada. Kim beni sev atsa takip atıram beni sevə. Mən də sizə kömək 1800 nəfər ekranı bəyənin. 13 dənə gül var. 1800 nəfər 13 dənə gül ata bilmir. Beni sev Bu atana. nədir o? Ay Hasan, prosto mən tam əmin olum ki, sən bu qızın əlini buraxmayasan. Mən də sizə köməklik eləyəcəm inşallah. Lalə, Allah köməyin olsun. Mən abacı nə deyirəm. Mən tutduğum əli buraxmışam indi kimi. Yox, sən əlini buraxmayana qədər sən heç kimin əlini buraxmamısan. Ya Allah, çox sağ ol. Təşəkkürlər. Görsən Allah köməyin olsun. Mən dediyimi edən adamam. Ay bala, ay Hindudum səhifəsi. O buraxdı da bunun əlini. O buraxdı. Bu buraxmadı ki. Lalə, sonra sən mənə başa salarsan da o səhifəmin altında bio var. Oraya nətər yazırsan kartı. Yəni qoy elə onu mən ancaq canlıda sənə başa sala bilərəm. Belə başa sala bilmərəm. Beni sev atanlara takip atıram aşağıda. Günka sənə takip ata bilmirəm. Usta telefondan mənim səhifəmə girib onu yazmaq olur, yoxsa gəlir öz telefonumda edəyəm. Yəni qoy mən bir də özüm tapım o nədirsə, o bio dediyim. Arxa fon, sertifikat, lövhələr. Nə deyir? Ay, bir an deyim də sənə. Niyə bir qoyursan ki, ekrana qoy da Aslan. Canlı açmıram axı, mən gündüzlər işdə oluram. Hə. Biovun altına deyim də sənə. Bax, deyən. Sən bil sənə. Bir də Humay bilir, Humay deyir mən bilir. Humay eləyər. İnanırsan Allaha and olsun deyirəm, bax Quran and olsun. Mersi, çox sağ ol, Mersi. Lalə bir dənə əynindəki paltarla gəlib. Başqa heç nəyə yoxdur. Onda doğrudan da qoşulub qaçıb ya da. Allah and olsun, bir dənə əynindəki paltarla gəlib. Bax Quran and olsun. Ha. Kimono koftadır.
Deyirsən, səndən neçə istəmirəm. Ekrana qoy. And ol Allah deyirəm, bir dənə əlindəki paltarla gəl. Qulaq asın, Heç nə mən yox. 2 sumka paltar yığmışdım verməyə. Bəlkə elə o paltarları verim ona. Sənin paltarımın olandı, sən də məndən bəzənərsən. Arıq qız ye, incə. Həqiqi çox arıqdır. Evdə geyinərdi onu. Dostlar, bir dənə dəstə. Yox. Falan olmuyor. Boyuna dursun. Müvəqqəti də, müvəqqəti. Siz ciddi olsa sizə Aynen. kimin də alarlar. And ol, bir ciddiyə, quzca. And ol Allaha, Quran and olsun. Hər, yəni, indi burada çox danışmaq istəmirəm də, yəni, sən necədir, yəni, əsl Sevatanlara takip atıram. Merci, beni sevat. bəli, qız uşağı idi. Bilmək istəyirsə qız uşağı idi. Mən elə bildim ailəli olub. Yox. Ey, mənim bəxtim, mənim bəxtim. Yok sen baktın yani. Dütüm bəxtim var. Ekrana beğenin, Allah xoşbəxt eləsin. Çox sağ olun, təşəkkürlər. Amin. Deyir qardaşıma bir qız tapalım. Yazdığı sözlər, bu arvada donalmırsan, sən nə ailə qurursan. Mən deyirəm ki, sıfıra düşmüşdüm, səni bərk edir. Çox sağ ol. Sıfıra düşmüşdüm. Yavaş-yavaş qalxacam inşallah. Nələr düşüb, Deyirəm. böhtalar düşüb. İşləyirəm, qalxacam inşallah. Mən ki, təzə girmişəm də işə, yəni xoşbəxt olun. Çox sağ ol Həsən qardaş, Allah köməyin olsun. Qulaq as görüm nə verim. Qızın ailəsi. Mənim gözəl bir bibim var. Onunla sabah danışım. Tapım nömrəsini danışım. Onun paltar mağazası var. Gedəcəm, ona nə qədər istəsə paltar verəcək. Aslan deyirdi başına nəsə gəlib. Başına o gəlib ki, evdən qaçıb deyə, indi valideynləri onu deyir ki, dava eləyirlər də. İndi barışıq olacaq da. Başına o gəlib, onu demək istəyir. Nə gələcək ya başına? Yazırlar, səndə nə var ya, ay qaqa, qızlar gəlir sənə. Hə. Şeydə, taksidə işləyirəm, botda işləyirəm. Elə ki, günüm, gündəlik 140 manat summa versəm, gündəliyim yazılır 35 manatdan. Ayasla, qızın ailəsini zəng elədin, danışdın ki, mən yanımdadır zat. Narahat olmasınlar. Valideynlər deyəndə ki, bacısız adı biri deyib atasına da. Atası deyib ki, nə də deyib? Deyib ki, özümü çağıracam. İkisində gəl, oğlandan. Bir müddətdən sonra çağıracam, bir müddətdən sonra. Hə, barışıq eləyəcək də, hə, lap yaxşı. Mən Allahın olsun demişəm, günü sabah zəng eləsə götürüb əlindən tutub gedəcəm. Nə var ki burada? Qaçırdıb da, hə. Tapşırıb ki, yəni efirdə zətdə görməyim də, yəni nə oğlanı, nə səni heç kəs, heç birisi. Xəbər göndərib verəcək. Aslan, sən Allah düzdür evlənirsən. Evlənmişəm, evlənirsən. Dostlar, 8 dənə gül lazımdır. Bir dənə 8 dənə gül atan yoxdur bura. Atmayın boyuna dursun. Bu nədir? 8 dənə gül. Bu nədir? Mən 63 xalda, 64 xalda qalmışam. Şəmkir də çox sağ ol. Dostlar, bax 1800 adam var canlıda. Bir ekranı bəyənin, dəstək olun. Bu nədir? Sağ ol, çox sağ ol. Liseydə çox sağ ol. Bahalı hədiyyələrlə gəlin ki, mən də deyim ki, mənə dəstək olan var da burada. Çox sağ olun, çox sağ olun. Bax, gələk mən deyim atsınlar. Lalə gəldi, adaşım var burada. Laloş, xoş gəldin. Dostlar, çox xahiş edirəm, dəstək olun. 20 yaşı var aslında, həqiqətən 20 yaşı var qızın. Yazır ki, 1800, biri yazır ki, 1800 adam şokdadır. Hə, heç kim ekran 2000 nəfər, ekranı bəyənin dostlar. Ekran bəyən, Azizova, çox sağ ol. Ay, ekranı bəyənin, bir də ki, takip atın. Azizov's family. Lala, daha keçib, mənim qardaşıma da Dostlar, dəstək olun, xahiş edirəm. Az mən tapmamışam, ay bacım, mən qana soxma. Mənlik deyil, özlərini tapıb tapışıblar. Haydi bu cizari. Dostlar, xahiş edirəm. Dəstək olun. 20 yaşı var, Aslan da 2000 nəfər. 29 dəsə. Hə, Aslan? Hə, 29 oldu bunda. Nə bir cüdür Bəli, qız? dəqiq 20 yaşı var. Vətqəm
çəkib paylaşım içeri. Vəsqəs deyil, vəsqəmi çəkib paylaşım TikTokda. Olmaz. Nə bürcüdür? Nə biləcəksən vəsqəmi? Olsa Dolça. Fevral ayı. Hə. kayd eləmədim. Ekranı bəyənin dostlar, ekranı bəyənin. Tapşırıb ki, mənim qızımı efirlərdə göstərmə. Deyir yalan deyir, çoxdur yaşı. And ol Allaha deyirəm. 20 yaşı var. Xahiş olar. Burada Mən də hamıya, yaşım burada çox hamıya deyə bilərəm ki, yəni 20 yaşı vardı. Yəni bu səni Bəşir çox sağ ol. Çox sağ ol, təşəkkürlər. Mənim səsim al. Şəkillərimiz var da, prosta uzun bağlamışıq. Dünən getmişdik, biraz parkda gəldik. Nicaha havasını gedəndə, dəyişdik. nicaha gedəndə eşidirsən məni? Nicaha gedəndə aslan. Yanındadır. Hanı canlısı? Canlısı. Sən canlı bəyən. Ha kimdir səncə? Hansıdır? Sən məni Sən Allah aslan. hansıdır yaxşı? Sən reklam eləmə. Eləmirəm, mən özüm baxım bir dənə. Sən haqqında paylaşım elədim, o bu vaxt yaz. Ekranı bəyənin dostlar, ekranı bəyənin. Ya. Açmadım. Ha, karşı tərəf gəlir məni burada izləyir. Qız evi izləyir məni burada. Hə? Xanım tərəfə bacı. Deyir, batsın özü, deyir ki, çox xalım tərəfə, lalə tərəfə geç, deyir. Ay Allah, sənə qurban ol. Eşidirsən məni? Zaksa gedəndə asan xidmətə. Qızı qəşəng bəzəyərik, düzəyərik. Zaksda da elə qəşəng şəkillər O çəkirik. qoydum sənin boynu bax. O sənin yüzü. Yaxşı. Az-az da bəzənib dünəndən mən bunu elə görməmişdim. Dünən biraz özünə bəzənmişdi, özü heç nə yoxdu. Elə belə bəzənmişdi. Gördüm bunu şoka düşdüm. Həqiqi. Baba. Sən bəzəsi də qəşəng qızı. Bəzəksiz də deyir qəşəng qızlar. Ölmə, Azad, ölmə. Uşaqlar, ekran tıklayın. Atalar 3-dən deyib, bu səfər xoşbəxt olsun. Dua eləyin də, nə olar ki? Dua eləyin, bu səfər xoşbəxt olsun. Dünən bir müştəri binmişdi başına. Allah amandır. Görüb məni 2-dən arvad idi. Bala. Az qala minirlər belimə maşında. Bu sənsən. Deyirəm adam bir maşın sürə, mən çəkdənə məndə. Qayıtdakı şeydir. Çayavoy verdilər, yalandan bala deməklə deyil. Bu balaya çayavoy Verirlər. Arvacı başın ağrımır. Elə qonaq günləri esi get puludur. Nə bilim, nə lazım olsa da yəni onları elə çay boynuzdan çıxardıram. Zaten günüm belə şey keçir, tez keçir. Betərəm, baxıram görüm nə olursa. Ayda. Bey, dostlar nə olar dəstək yolunda çox dumanı kim qoydu budur. Dostlar bir dənə dəstək yolunda çox Ağdamlı. Sağ ol Ağdamlı. Təşəkkürlər. Dostlar dəstək ekranı bəyənin dostlar, ekranı bəyənin. Bir dənə kola gətirəcəm nə olar. Yandım. Get kola gətir. Get mən kola gətirəcəm. Çox sağ ol. Əsgərova çox sağ ol. Təşəkkür. 7 dənə gül dostlar, 7 dənə gül. Hamı dəstək olsun 7 dənə gül atın dostlar, 7 dənə gül. 7 dənə gül dostlar, 7 dənə gül 2x qoyuldu. Həyat hikayəsi çox sağ ol, təşəkkür. 7 dənə gül lazımdır dostlar. 7 dənə gül. Ay, Ayşə, paltarına bir də- görə 2 dəqiqənin içində mənə nə qədər adam yazdı. Nə yazırlar sənə? Moskva mənə yazıb ha, yazıb ki, Astana Zaksa mən köməklik eləyəcəm. İşte Allah kömək olsun. Takip və al onu. Səfər həqiqətən sənə yazdım. Gözlərin qadasını alım. Mən əvvəl İran anaya görə sən şey eləyirdim də. Amma indi həqiqətən sənin özünə yazığım gəldi. Neynəsən də sən bu Ceyran Mənə ananı qoyun nə? Hə, koydum da gələyim. 2 qatlı dostlar, 2 qatda bir dənə dəstək olun. Çox sağ ol Aygün, çox sağ ol. Aygün deyil, başqa Aygün deyil.
Ekran tıklayın. Mənim ürəyim sənindir, sənindir. Sənsiz həyat mənə çox çətindir. Sənsiz həyat mənə çox çətindir. Hə, veteran anasıyam səhifəsi. Yazın da, yazın mesajınızı görüm. Yazın. Bir dənə salam yazmısınız, ifsiyo. Çox sağ olun dostlar, təşəkkürlər. Aygün çox sağ ol. Bəli, istəmir. Toy nə vaxtdır? Toy inşallah olacaq. Biraz özüm əlimə imkan gətirim sonradan. Mən yalan nə durum deyim ki, sabah toy edirəm. Yüngülvari. Yəni 20 nəfər, 15 nəfər belə də. Nə O deyim? düzdür ki, sənə ev verirlərmiş ki, ayrıl, sən ayrılmamısan. O söhbət düzdür. Nə yazır? Ben yazarım. Hanıma destek. Ay dədə vay. Az bizim özümüzə dəstək olan lazım deyil. Ay Aslan, o düzdür ki, sənə ev verirlərmiş ki, ayrıl, ayrılmamısan. Necə? Kimdən? Sənə ev verirlərmiş ki, Aygündən ayrıl, ayrılmamısan. O düzdür. Nə vaxt? O veteran anası gör nə yazıbdı burada. Aygündən ayrıl. Ayrılmağın üçün sənə ev verirlərmiş ha vaxt şeydə. Hə, təklif gəlmişdi. Bəli, təklif gəlmişdi, amma bilmədim kimdən gəlmişdi. Mən veteran anası yazır ki, Lalə xanım, mən bir veteran anası kimi mən istəyirəm ki, Aslan hər zaman xoşbəxt olsun. Heç bir ana istəmir ki, balasının ailəsi dağılsın. Amma onun anası hər səfər balasının ailəsini dağıdır. Yəni elin gözü tərəzidir. Hamı görür ki, bala sən ailə dağıtmaq istəmirsən, amma səni ona sürükləyirlər. Bəli. Bəli, bəli. Valla Aslan da xoşbəxt olmağa layiqdir. Buran and olsun, mən uşaqlıqdan əziyyət çəkə-çəkə böyümüşəm. Yəni mən çabalamışam onlar üçün. Nə? Bu qızın bacısı zadı baxırsa yazığı gəlsin bacısına. Kopya edin millət. Hı. Niyə ki, pis baxırdı Aygünə? Pis baxırdı. Baxın, indi bacısı deyirsiniz ki, bacısı nə yazıb? Baxın. Yığmışdı senin danışacaktı bu. Məndən? Hı. De Quran haqqı. Yes. Ayda yaz, axırını oxuyum, o birisini oxuyum. Ver bir axırını oxuyum. Yeznəm yanındayam. Yeznəmi sən o nə yeznəm yanındayam, nə demək bu şey? Dedim ki hanıma destek. Ha, Çes xanıma desə o da dedi yeznəmin yanında ya. O qəşəng, sağ ol səni. Mənim nəyim sayılır onda o? Mənim baldızıma baxın, gör nə yazır. Nə yazıb? Mənə də bir veteran anası yazır. Deyir ki, mənim oğlum da 44 günlük müharibədə iştirak edib. Mən bir ana kimi Aslana Öpürəm çox, ananın əllərindən. deyir, Aslana çox yazığım gəlir. Saçımı başıma ağartdım, Qurandan olsun. Nələrim getdi mən, nələrimi itirdim mən. Nələr itirdim. Mənə deyirlər sən niyə kökəlmisən əsəbdən. Anad ola, bax Quran maşın sürürəm. Bundan sonra kökələrsən də. Quran maşın sürürəm, qollarım çeyir, damarlarım çeyir, əlim düşür aşağı. 12 dənə gül dostlar. Aslan bundan sonra Dostlar 12 dənə gül lazımdır. 12 dənə gül, 1700 nəfər, 12 dənə gül. Xahiş edirəm. 17 dənə gül. O səni dağıdırdı da puluvu, gəzməklərə, ora bura. Bu qız inşallah qazancını yığar, ortaya çıxardar, həyatın yaşayışın İnşallah. düzəlir. Mənə deyir işləmək istəyirəm. Deyirəm, mən nə işləmək başa qalıb səni? Dostlar 12 dənə gül lazım deyə xahiş edirəm. 6 dənə gülüm qaldı. Hər bir dənə gül atsın. Hər bir dənə gül atsın. 1800 Xanımı nəfər. analiz verib səhifəmdə paylaşacağım. Elə bir söhbət yoxdur. Şər atırlar, böhtandır. 12 Dostlar dənə dəstək olun, dostlar dəstək olun. Güllərinizlə dəstək olun. 12 dənə gül ay dostlar. 12 dənə gül. Çatanmadı. 9 dənə gül gəldi. 3 tanəsi gəlmək ki çataq. Dostlar biz bunu gedib WhatsApp-da da söhbət eləyə bilərik. Biz burada canlı açmışıq ki, sizi də maraqlandıran mövzuları eşidəsiniz. Canlı açmışıq. At verirəm mod sənə. Tıklayın. Yazanlara at getsin. Biz bunu gedib WhatsApp-da üçümüz də görüntülü danışıb söhbət eləyə bilərik.
Ay sağ ol. Ya Allah, Zaksa çox sağ ol. gedəndə, ay sağ ol Aslan. Elə Zaksa gedəndə onsuz sizin hər şeydən analiz alacaqlar, düzdür? O bir dənə Düzdür. şər atıblar sizə. Əgər elə bir Bəli. şey çıxsa, o orada çıxacaq da. Başa Bəli, düşdün? çıxacaq. Bəli, çıxacaq. Ay sağ ol. Ona görə Zaksa gedəndən sonra o söhbət bitəcək də. Aslan Bəli. xidmətin Zaksı əvvəlcə qan analizləri alırlar, Bəli. sonra Zaksı alırlar. Elə insanlara Zaks kəsmirlər. Təşəkkür edirəm veteran anası. Deyir ki, mən sizi həmişə izləyirəm, buradan baxıram. Çox sevirəm sizi. Təşəkkür edirəm ay veteran anası. Təşəkkür edirəm. Var olun. Bütün özünə hörmət eləyən xanım, xatun xanımlar onsuz məni izləyirlər. Xaldə yazıb Aslan, Ceyran pis sana deyil. Ceyranı gördüm bayaq Məştaqaya gedirdi. Ceyranı gördüm bayaq Məştaqaya gedirdi. Əzarafat Ola mən- məzələnir. Ay, məndən bura gedirlər. Əslində Məştaqaya getməzdilər, elə olar. Oralıqdılar. Demə. Görsən qoymur, ağzımdan vurur demə deyir. Ekranda bəyənin dostlar 1500 nəfər. O bir dənə papaqdan, tacdan, zaddan atan yox deyə quradan dostu. Ay uşaqlar, ekran tıklayın, yayın kəşfətə düşsün, Aslana da dəstək gəlsin də, ekran tıklayın. Elə yazırsınız ki, adam anasına elə deyər. Ana deyə, mən demirəm anamdır, mən gedib deyəcəm də, gələcəm də. Amma mənim xoşbəxt olmağımı istəmir bu insan. Bir, ikincisi, o pis, bu pis, bu da pis. Yazırdılar mənə ki, aslan üçüncü də gəlsə, dördüncü də gəlsə, anan yenə həmin şey eləyəcək. Elədi də, yenə də elədi də. Yenə də elədi. Aslan, sən də biraz içkidən uzaqlaş. İçmirəm mən, həyat içəsi çoxsa. Mən heç içmirəm. Bir dəqiqə, sənin bir dəqiqə düşmənlərin çoxdur. Ona görə qazancınızı da dağıtmayın, gəzməklərə, tozmaqlara. Yo, bax, gör nə deyirəm, Layla, Allahın Özünüzə dostu. Mən günahlayın. tezdən saat 7-də işə çıxıram, 7-də işə çıxıram. Axşam saat 9-da iş vaxtım qurtarır mən. Qabaq kimi deyil, gündəliyə sürmürəm. Gündəlik nə işləyirəm, atıram şirkəti, açot eləyirəm. Mən maaşa işləyirəm. Hə, bildim. Ancaq çayavoy Elə qalır. Belə deyim də, Aysa, belə deyim də sənə. Bir aydan aya maaş verilir, aydan aya. Maşının neçənci ilin maşınıdır? Təzə Sən maşındır, bir aydadır, təzə maşınlardandır. sertifikatın var? Yoxdur, onlar özləri kömək edirdi almağa, oxumağa. O gün olsun, öz maşının olsun. İnşallah, inşallah. 07 alacağım mən. Qara 07. Evləndim dostlar, evləndim. Aslan həmişə deyirdi nöqtə gülürdük, araya qoyurduq. Bu son, bu nöqtə. Deyirdik Aslan bu Sən özün də şokdasan, bir dəqiqə. Allahdır. Mən neçə gündür deyirlər inanmıram. Mən bu gün səhifənizdə videoları görəndən sonra inanmışam. Sən o gün mənə elə danışdın məndən 15 gün bundan qabaq. Tipa Acündən barışırsanmış kimi. Mən də səni atdım bloka əsəbimdən. Mən səhv söz deyim. Hamı deyirdi, Acı da bir yerdə oynuyor. Dedim, hə, yaxşı düz deyirsiz, elə bir yerdəyim. Dedim, axırda nöqtəni elə qoydum ki, kökündən oldu. Ekran tıklayın da, ay 800 nəfər. Harda oluram, and ol Allaha, evim eşiyim yoxdur. Bax, Quran haqqı. İndi Allah canına sağ eləsin, bir yaxşı insandır. Çəkib deyib, nə qədər qalırsınız, qalın burada. Problem deyil. Yaz baxım ay Məriyyət, direktdə nə yazırsan? Kim dəstək olmazsa gəlsin direktimə yazsın. Bax, canlıda direktdə oxuyacam. Aşağı xoşbəxt olarsan. Çox sağ ol. Təşəkkür qardaşım, təbriklər. Çox sağ olun. Təbriklər Zuya. Paltar vermək istəyirlər Aslan. Problem yoxdur. Nə problem var ki? Aslan paltar vermək istəyirlər sizə. Problem yoxdur. Nömrəsini yazsın sənə direktivə. Mağazadırsa problem yoxdur, gedərik. Mağazadır sizdə, yoxsa necə?
ki Aylin Butik şeydə nədir? Buzovnada dəstək oldu bizə. Çox Aygünə nələr eləmədi. Mənəvi. Yazırlar ki, Aslan sənə hər tərəfli dəstək olacaq Rəsm millət. verərəm. Deyin. Çox sağ ol. Fatih yazdı bana falan. Mənə harada yazdı? Hansıdır? Burada da. Ana ara getdi. Qulaq as Aslan. Aleyküm salam. Aleyküm salam. Ben size takip atıram. Kabul ediyorsunuz. %11 deyə dəstək olacağım. Çox sağ olun, minnətdaram. Mən deyirdim həmişə, mən bir Azərbaycan oğlu kimi Aslan Razmer soruşurlar. başım Xanımın barəsi Razmeri. Ay Aslan. Xanımın Razmerini soruşurlar. xanımın Rozmanın Deme. XL, L. Mert'cim. niyə? Koftasının burasına ne yazılır? Gözlə bir dəqiqə. Bir dəqiqə gözlə, mən burada səslə bağlayacağım. Səsimi bağlayamıram, söz deyəcəkdim buna. Deme. M olar. Yo, Deme. M'dən biraz mer böyük də. M'dən biraz mer böyüyünə gedir. L. El ha, el. El. L Razmer'de, L Razmer, L. Çəkisini desən zaten bilərlər, razı. Neçə şey olsa? 60, 64, 64. Hə. El Razmer'de təxmini xanım 64 kilodur. Mənə görə edirlər, sən nəsə edirlərsə onu bil. Nə yazır? Var, anası da var, barışığa gedəcəklər. Direktə yaz mənə, yaxşı yazaram. Şimdi Neysə kim deyir? Allah gördürür sen. Şimdi tezere göster. Allah diyelim istersen. Hə? Göster kim yazdı. İndi mənə burada biri yazdı ki, direktə yaz mənə. Bu da belə, sən Allah mənə görsə, yoxsa pislaşarıq. Bax, gör kim yazır. Dedi, bax. Aydınızın gözü, dedi, bax, bax. Ha bazen. Ay, basına kıskandı beni. Bak sen. Sen adın demiş sana. Adın diyeyim burada abi, isimler Fatih ama. dedi ha. Ay Allah. Birden başlı süre bakla koyuram, ben belirli. Sen çok geçen sesin var. Diyelim ki Ha. Deyirəm get Muğat. Cuna İbrahimliyə buradan səslənirəm. Məni axtarırdın. Gəl mənim yanıma, gedək duet oxuyaq. Ha, yox, səsin var, həqiqi səsin var. Aslan Voşum, onlara sənin nömrəvi Dostlar verirəm. 5 kat koydular. 5 katda dəstək olun hədiyələr üzrə. 5 kat koydular dostlar. Oo, Qeyradi çox sağ ol. Hanıma destek olun. Çox sağ ol Qeyradi. Qeyradi birindən Qeyradi bir dənə də. Ekranı tıklayın uşaqlar, 5 bizim katda ekranı dostlar tıklayın. Qeyradi. Bəlkə elə Aslana elə güclü dəstəklər gəldi ki, bütün problemlərini həll elədi. Bir dənə şir gəlsə bəsimdir. Bu Bir tərəfi dənə şir gəlsə mənə bəsimdir. ora hədiyyə gəlsin. Buranı tıklayın, ora hədiyyə gəlsin. Bir dənə şir gəlsə mənə bəsimdir. Bunların xoşbəxt olmağını istəyənlər ekranı tıklasınlar. O tərəfdə, bu tərəfdə. Bir dənə şir gəlsə mənə həqiqətən deyirəm. Gedib Məsələn, bura biz keçən burada 500 başqalara. olsaq, ora 600 olacaq. Biz 600 olsaq, ora 700 olacaq. İndi düzdə şir hər adam atmaz amma. Aslan, xəbərin oldu mu? Əşir gəldi. La bax. Boy. Görməmisən? Oo. Şir. Kim attı onu sana? Şirdən qəşəng səs çıxartdım. Lala nə qədər çıxartdın ki? Deyərəm də. Yəni mən bilim də, mənə bəs eləyər o.
Yazıblar ki paltar hədiyyə verəcəyik. O zaxda bizim də payımız olsun. Allah köməkləri olsun. Nə gözəl. Ramil Royal yazır ki, şir nə qədər pul edir? 500 manat. 500 manat. Ekrana vurun dostlar, dəstək olun, yaxşı elədin. O cın, ay gündən canın qardaşı da onun fiyerə yazır 600 manat. Valla bilmirəm, indi hər nəsə də ya bir dənə şir gəlsə mənə, and ola mənə bəsimdir. Yalan dünya, mən elə şey deyə Qoy bilmərəm. verin, aslana xoşbəxt olsun. Çox da təşəkkürlər. Eşitirsən məni? Acını həftə 8 mən 9 bəziyirdim. Deyirlər qədrini bilmədi. Birdən bu da heyli olar. İnanmıram bu heyli olar. Qurana and olsun. Deyir, nə deyirdin sən mənə? Deyir, çox məsələsində eşitsin də, üzü göstərmirəm. Qız qaçırdı. Deyir, mən Aygün kimi qeyrətsiz qızı deyirəm ki. Qız qaçırdıb da, qız qaçırdı, var uşaqlar. Qaçırdıbdı. Aslan doğrudan ha vaxtdan qaçırtmırsan? Çoxdan? Yox, elə ki, ayın hissəsi 21-i. Yox, 21 axşam gəldi də. Aha. 21 axşam gəldi. Şeydir, Pərviz bilirdi hə bu söhbəti. Çünki Pərviz deyirdi bir dənə xeyir iş var, xeyir iş var. Yox, o deyirdi, onun ürəyində var idi ki, sənə bir xeyir şey deyərik inşallah, amma bilmirdi qaçırtdığımı. Çox sağ olun, MMC, çox sağ ol. Mənə paylaşın da canlısını. Şirinim, şəkərim, canlısını mənə paylaşın.